Bakı-Quba yolunda ağır yol nəqliyyat hadisəsi baş verib, ölənlər var. Hyundai və Opel markalı avtomobillər toqquşub. Nəticədə Opel markalı avtomobildə olan 2 qadın ölüb. Əraziyə aidiyyəti qurumlarının əməkdaşları cəlb olunub. İsmayıllıda yük maşını çobanı vurub, 20-dən çox qoyun tələf olub. Hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən KAMAZ markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünə çırpılıb. Hadisə nəticəsində qoyun sürüsünə çobanlıq eləyən 1961-ci il təvəllüdlü Bəyalıyev Qocaman Elqıraq oğluna xəsarət alıb, 20-dən çox qoyun tələf olub. Çoban ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.